Bizim qarşıda gələn seçkilərə hazırlıqlarımız davam edir. Biz elan etdiyimiz kimi namizədimiz İlqar Məmmədovdur. Bu namizədin qeydə alınması üçün çalışacağıq. Bu bizim birinci və çox vacib hədəfimizdir. İlqar Məmmədov özü şəxsən hazırdır və iddialıdır. Bu çox önəmlidir. Qətiyyətlidir, aydın görüşlüdür, səlis nitqlidir. Beynəlxalq əlaqələri çox şaxəlidir. Digər bir tərəfdən İlqar Məmmədov bir şəxsiyyət kimi və Respublikaçı alternativ bir təşkilat kimi sözün yaxşı mənada kompromissizdir. Yəni biz dəyərlərimizin üzərində bazarlama yapmırıq. Burada yeni nəsil məsələsi var. Respublikaçı alternativ və İlqar Məmmədov bu yeni nəsildir. Yeni nəsil söhbət yaşdan getmir. Söhbət gənclikdən getmir. Söhbət yeni təfəkkürdən, yeni həyat tərzindən, yeni dünya görüşündən, Sovet təcrübəsi ilə yüklənməmiş, bu iqtidarla əməkdaşlıqda pozulmamış, belə deyək, köhnəlmiş anlayışlarla düşünməyən bir nəslin təmsilçisidir real təşkilatı. Bu mənada təcrübəsizlik, təmizlik deməkdir. Bizim proqram 4 böyük bölümdən ibarətdir. Orada iqtisadi blok var, sosial blok var, siyasi blok var. Yəni onların hamısının islahatları da ona uyğun fəsillərə uyğun da düzülüb və biz o proqramın hər bölümünü ayrıca ictimai dinləmələrini təşkil edəcəyik və ora hər kəsi dəvət edəcəyik. Daha aydın bir mənzərə yaranacaq. Bizim iqtisadi baxışlarımız sağ mərkəzçidir. Bu isə o deməkdir ki, biz özəl mülkiyyətə, özəl mülkiyyətin toxunulmazlığına, müqavilə azadlığına yüksək dəyər veririk və bütün iqtisadiyyatı bunun üzərində qurmağa üstünlük veririk. Eyni zamanda, məsələn, vergi siyasətini tamam başqa cür görürük. Vergilərin həm sayını, həm həcmini azaldılmasının tərəfdarıyıq. Deməli, Azərbaycanın beynəlxalq xarici ticarətinin qarşısında olan əngəlləri qaldırmanın tərəfdarıyıq. Azərbaycanın nəhayət Dünya Ticarət Təşkilatına üzv olmasının tərəfdarıyıq. Azərbaycanda məsələn, kənd təsərrüfatı mı olsun və yaxud sənaye mi olsun, onların hər birisi ilə bağlı bizim konkret təkliflərimiz və tədbirlərimiz nəzərdə tutulur. Təməldə özəl mülkiyyət olacaq. Dövlətin müdaxiləsi mümkün sayılacaq o halda ki, məsələn, əgər rəqabət mühitinin yaradılması üçün dövlət müəssisələri yaradıb, startup layihəsi kimi onu işlədib, gəlirli bir müəssisə çevirib, sonradan özəlləşdirəcək. Burada həm də büdcəyə pul gələcək, çünki faktiki olaraq özəlləşdirmə nədir? Satışdır. Yəni, dövlət müəssisəsini satır. Ondan büdcəyə də pul alır, amma eyni zamanda artıq oturuşmuş bir müəssisə özəl mülkiyyətə çevriləndən sonra azad bazar rəqabəti mühitinə düşür. Xidmət sahəsi özəlləşdirəcək, yəni dövlət o bazardan çıxacaq. Həm kommunal xidmətləri, həm bir çox başqa xidmət sahələrində, məsələn, dövlətin əslində iştirakı heç olmamalıdır. Siyasi islahatlar baxımından biz çoxdan bunu deyirik. Biz Azərbaycanın gələcəyini parlament respublikası şəklində görürük. Ona görə biz bütün islahatlarımızı, siyasi islahatlarımızı onun üzərində kökləyəcəyik. Təbii ki, bu bir günə, bir ilə olası iş deyil. Əgər biz hakimiyyətə gələcəksə, bu ilk 5 illiyi nəzərdə tutulur. İlk 5 illikdə bu bütün tədbirlər görüləcək və 5-ci ilin yekununda yeni bir anayasa, yeni konstitusiya qəbul olunaraq Azərbaycan nəhayət parlament respublikasına keçəcək. Biz siyasi vəzifələri inzibati vəzifələrdən ayıracağıq. Yəni, o gerçək civil service, yəni dövlət xidməti yaranacaq ki, o siyasi olmayacaq. Dövlət xidmətin təxminən nazir müavini vəzifəsindən başlayaraq aşağı. Onlar heç bir partiyanın üzvü ola bilməyəcəklər. Onlar heç bir siyasi şərh verə bilməyəcəklər. Siyasi hakimiyyətin, üst düzən siyasi hakimiyyətin dəyişməsi onların vəzifədə çıxarılmasına səbəb və yaxud bəhanə olmayacaq. Yəni, onlar tam güvəncli, sosial paketli, dövlət xidməti şəklində çalışdırılacaqlar. Ona görə
əgər sualınızın bir qismi də ona aid edirsə ki, reallıq bütün vəzifələri doldurma adamı varmı? Əslində, mənim də cavabım odur ki, real siyasi vəzifələri tutmağa yetəri qədər əsas adamları var. Amma inzibati vəzifələr indi iş çalışanların əksəriyyəti mən deyərdim ki, hansılar ki peşəkarlaşıb, hansılar ki artıq geniş dünya görüşlü, yaxşı təhsilli və oturmuş bir inzibati vərdişləri olan məmur sinfi var. Təbii ki, indiki halında o ölkənin inkişafına xidmət edə bilmir, çünki korrupsiya var. Biz ilk öncə siyasi islahatlarımızın ilk hədəflərindən biri korrupsiya olacaq. Elə siyasi vəzifələrin, inzibati vəzifələrin bir-birindən ayrılmasının, həm də korrupsiyanın aradan qaldırılmasına da təkan verəcək. Digər tərəfdən biz hökuməti kiçik və çevik bir effektiv hökumətə çevirəcəyik. Çünki bizim hökumət nəhəngdir, bir monstrdur. Həddindən artıq çox nazirliklər, dövlət komitələri, nəzarət edici qurumlar, nə bilim, icazə verici təşkilatlar, yoxlayıcı instansiyalar. Bunlar özdə bir-birini çox zaman əvəzləyir. Məsələn, prezident aparatında, Nazirlər Kabinetində, nazirliklərində eyni şöbələr, eyni funksiyalar bir-birini təkrarlayır. Heç aydın da deyil kim kimə tabedir, kim nə üçündür. Ümumiyyətcə, o xidmət, o nəzarət, o səlahiyyət lazımdırmı ölkəyə, bazar iqtisadiyyatına və s. Bunların hamısını biz təftiş edəcəyik. Artıq proqramımız buna açıq, aydın işarədir. Strateji hədəflərimizdən biri də ölkədə nəhayət bir sosial ədalətin bərpa olmasıdır və sosial ədalətin də bir segmenti kimi ölkədə nəhayət bir milli barışın, milli barış mən söhbət etnik qruplardan gəlmək, ümumiyyətlə bir ölkənin bütün tamlığında, o cümlədən iqtisadi fürsətlərin bərabər bölüşdürülməsindən gedir eyni zamanda. Bunu etmək üçün heç şübhəsiz ki, sualınızdan da aydın olur. Bugünə qədər yığılan pullarla nə etmək sualı çıxır ortaya. Çünki bu qədər korrupsiya sxemləri var və milyardlarla pullar var. Biz çox aydın və qətiyyətliyik bu məsələdə. Biz inanırıq ki, ölkədə sabitliyin qalması üçün kapitalın təmərkəzləşməsini kəskin lağlatmaq və onu pozmaq olmaz. Çünki bu yenidən ölkədə iqtisadi fürsətlər uğrunda davalara yol açacaq. İnsanlar qisas almağa çalışa biləcəklər, bir-birindən alacaqlar, ona aldadacaqlar, buna satacaqlar. Yəni, buna yol vermək olmaz. Yəni, bunu ola bilsin, vətəndaşa izah etmək çətin ola bilsin və ola bilsin bu populyar olmayan bir islahat olacaq. Amma biz çalışacağıq ki, bütün təşkilatımızda hər seçici bunu izah edək ki, bu ağrılı bir islahatdır, amma bu lazımlı bir islahatdır. Yekunda nə olacaq? Dediyim kimi, buna şərt olaraq maliyyə amnistiyası deyilir. Yəni, bugünə qədər yığılan pullar yoxlanılacaq. Yəni, təbii ki, o pullar kimlər yığır? Vəzifəli şəxslər, hakimiyyətdə olanlar. Bu bir siyasi bir şərtdir. Yəni, adamlar pullarını elan etməli olacaqlar. Elan etdiyi məbləğ yoxlanılacaq. Əgər elan etdiyi qədərdirsə, o zaman o məbləğin bir hissəsi dövlət büdcəsinə ödəniləcək, bir dəfəlik ödəniş kimi, bağışlanma haqqı kimi. Yerdə qalan hissəsi onun qanuni mülkiyyəti olacaq. Bankda saxlayacaq, vergisini ödəyəcək, sahibkarlıqla məşğul olacaq. Bununla yanaşı, yəni tək bunu etsək, bu olmaz. Çünki hakimiyyətdən gedənlər bu qədər pulu ilə yenidən qruplaşaraq bu hakimiyyəti devirəcəklər. Buna yol vermək olmaz. Ona görə maliyyə amnistiyası ilə yanaşı siyasi illüstrasiya olmalıdır. O isə o deməkdir ki, bu pulları saxlanılan adamlar növbəti, deyəlim ki, 10 il ərzində heç bir siyasi partiyanın üzvü ola bilməyəcəklər, heç bir dövlət vəzifəsi tuta bilməyəcəklər, heç bir siyasi orqanlara, seçkilərdə iştirak edə bilməyəcəklər. Buna sərt nəzarət olunacaq. Azərbaycan dünyəvi, unitar cümhuriyyət olmalıdır. Nəhayət, biz onu respublikaya şəklinə salmalıyıq. Çünki indiki halında
o respublika deyil, o faktiki olaraq bir neçə adamdan ibarət ailə şəbəkəsi şəklində formalaşmış bir hakimiyyətdən ibarət bir hakimiyyət şəklindədir. Bütün iqtisadi fürsətlər və siyasi fürsətlər məhz o dar çevrədə həll olunub və bölüşdürülür. Bu isə o deməkdir ki, vətəndaşların əksəriyyəti o proseslərdə iştirak etmir və biz bunu görürük. Akademik çevrələrə baxın, mediaya baxın, iqtisadiyyata baxın. Hara baxsanız siz görəcəksiniz ki, fürsətlərin əksəriyyəti qapadılıb. Cümhuriyyət o deməkdir ki, o fürsətlər yenidən açılacaq və bizim namizəd və bizim təşkilat məhz bu dəyərlər uğrundadır. Hər kəs bacardığı və sevdiyi işlə məşğul olacaq yekunda. Öz yanlışlıqları üzərində nəticə çıxarıb, yeni səylər göstərib, nəsə bir həyatda özünə bir mənə tapacaq. İndiki halda o mümkün deyil. Biz bunu hətta yüksək təhsilli adamların da həyat tərzindən görürük ki, insanlar sadəcə narazıdır. Çünki sevdiyi işlə məşğul ola bilmirlər. Sevdiyi işlə məşğul olduğu halda isə o sevdiyi iş ona pul qazandırmır. Siyasi azadlıqlarla və qanuni təminatlarla bir yerdə ölkə sağlamlaşacaq.